Yardımlı rayonunda əhalinin sosial həyatının yaxşılaşması, şəhər və kəndlərinin simasının əhəmiyyətli dərəcədə dəyişməsi istiqamətində uğurlu işlər görülüb. Rayonda son zamanlar kənd cəmaatı sahibkarlığa daha çox meyl edir. Fiziki və hüquqi şəxslər kənd təsərrüfatının bir sıra növləri ilə məşğul olurlar. Bu da yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşması ilə yanaşı, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün maraq zəmin yaradır. Əhali əvvəlki illərlə müqayisədə həyətyanı və pay torpaqlarından da öz gündəlik tələbatları üçün daha da səmərəli istifadə edirlər. Bu da daxili istehsalın inkişafına əhəmiyyətli dərəcədə təsir edir. Yardımda 2016-cı ilin əkilmiş payızlıq əkini sahələri 2382 hektar sahə olmuşdur. 120 hektar arpa sahəsi olmuşdur. Biz biçinə iyun ayının axırlarında başlayıb 2382 hektardan 4500 hektardan çox taxıl məhsulu götürdük. Məhsuldarlıq 18 sentner oldu. Bundan başqa rayonumuzda kartofçuluğun inkişafı, çuğundurçuluğun, tütüncülüğün inkişafına da yeni qədəm qoyulmuşdur. Uzun müddət rayonumuzda tütüncülüklə məşğul olmuşlar. Sovetlər Birliyində hardasa təxmini 350 hektardan çox sahələrdə tütün əkmişlər. Biz də bu illəri 10 hektar sahədə tütün əkmişik. Bugün həmin sahədə tütün yığımı davam edir. Orada tütün yığımından ötəri sex tikilmişdir. Həmin sexdə hər gün orta hesabla 8, həftə ərzində 8-10 tona yaxın dərilmiş tütünü qurudurlar. Fermer Yaşar Ağaməmmədov aqrar sahədə əldə etdiyi bilikləri praktiki olaraq həyata keçirmək istəyi ilə məhsuldar bitki sortlarını öz pay torpağında və icarəyə götürdüyü sahələrdə əkib becərir. Yüksək aqrotexniki qulluq kənd cəmaatının əkin sahələrində daha həvəslə çalışması Yaşar Ağaməmmədovun ümidlərini doğruldur. Hər hektardan daha yüksək sentner məhsul götürməyə nail olur. Onun rəhbərlik etdiyi Tural kəndi fermer təsərrüfatı 3 ildir fəaliyyət göstərir. Qısa vaxt ərzində yaxşı nəticə əldə olunub. İllərlə istifadə olunmayan torpaqlarda müxtəlif kənd təsərrüfatı bitkiləri əkib becərirlər. Onlarla ailə dolanışığını bu təsərrüfatda işləməklə təmin edir. Bu il biz hardasa bir 10 hektardan kartof, kələm əkmişik. Hal-hazırda mənim 30-a yaxın işçim var. Bu dəqiqə bizim sexdə çalışır. Sex yaratmışıq, toxumçuluqla məşğuluq. Hal-hazırda toxum yerləri, ambarlar hazırlayırıq ki, gələn ilimizə toxum hazırlayaq. O cümlədən heyvanatla məşğuluq. Mənim bütün texnikalarım var təsərrüfata aid. Bütün kənd təsərrüfatına aid olan torpaqlarımız var. Sağ olsun ki, cənab prezident sahibkarlara belə dəstək olur. Yəni, həqiqətən də bu dəstəyi öz üzərimdə mən hiss edirəm. Məsələn, adicə gübrə götürürəm 30%-lə. Hər şey normal, xoşumuz gəldi və millətimiz, cəmaatımız belə işlər çox olsa, cəmaatın da işi olar, işləyər. Təsərrüfat daim yeniliyə can atır. Burada müxtəlif kənd təsərrüfatı texnikaları müasir ambar mövcuddur. Yığılan kartof seçildikdən sonra toxumluq məqsədi ilə hazırlanır və qablaşdırılır. Əsasən bizdə kartofçuluqdur bu dəqiqə. Kələm də əkmişik. Yəni bu il biz 3 sort kartof əkdik, nümunə kimi. Yəni effektli toxumu özümüzdə saxlayırıq ki, gələn üçün Allah qoysa biraz da genişləndirək. Məsələn, gələn ildə fikrimiz var bir 100 hektar. Hardasa kartof əkir. Yəni belə də çoxaltdıqca sahələri özümüzdə də imkan yaranır, şərait yaranır, işçilərimiz artır, cəmaatımız işləyir. Yəni bizdə yardımda tütüncülük olub, tütüncülüklə məşğul olanlar olur. Həqiqətən də bax fikirləşəndə elə bil ki, yardımlı rayonunda biz əvvəllər belə təsərrüfatlarla safxozlarımız olub, məşğul olmuşuq, bununla da dolanmışıq. Yəni cəmaatın işi olsa, hər şey gözəl olur. Biz də çalışırıq cənab prezidentin dəstəyi ilə sahibkarlara belə bir imkan yaranıb, yəni bunu hamı görür. Mən də öz üzərimdə hiss eləmişəm, həqiqətən indi çalışırıq, işləyirik ki, cəmaatımızın da maddi rifahı yaxşılaşsın. 2016-cı ilin 6 ay ərzində rayon üzrə 28 milyon 188 min manatlıq ümumi məhsul buraxılışı olub. Bu da ötən ilə müvafiq dövrü ilə müqayisədə 31%, 2003-cü illə müqayisədə 20,1 dəfə çoxdur. Adam başına düşən məhsul istehsalı 2003-cü illə müqayisədə 1,9 dəfə, ötən ilə müqayisədə 27% artaraq 211,5 manat olub. 376,1 min manatlıq sənaye, 10 milyon 606 min manatlıq kənd təsərrüfatı məhsulları istehsalı
emal olunub. Əhaliyə 10 milyon 325 min manatlıq ticarət, 652,3 min manatlıq nəqliyyat, 184,3 min manatlıq rabitə xidməti göstərilib, 6 milyon 43 min manatlıq tikinti işləri həyata keçirilib. Rayon üzrə 2016-cı ilin 6 ayında əsas kapitala yönəldilən investisiyaların həcmi 6 milyon 408 min 800 manat təşkil edib. Bu da 2003-cü illə müqayisədə 17 dəfə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 4700 manat və ya 4,6 dəfə çoxdur. Yardım rayonunda hal-hazırda 28.332 baş iri buynuzlu, 81.600 baş xırda buynuzlu mal heyvan vardır. Biz bu mal heyvana epizootik plan əsasında bütün vaksinasiya işləri aparmışıq. Həmin tədbirlər nəticəsində də epizootik durum tam normaldır. Rayonda heç bir infeksiyon xəstəlik yoxdur. Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının 2015-ci ili kənd təsərrüfatı ili elan etməsi və ondan sonraki müşavirlərin birində mən bundan sonraki illərdə kənd təsərrüfatı ili elan edirəm deməsi biz baytar işçilərin də həddindən artıq sevindirib, bizə olan diqqət qayğını bir daha artırıb. 10 hektarda şum aparmışam. Fikrim vardı, 15 hektarda da bundan sonra şum aparam. Buğda əkini yaparıq, az miqdarda da arpa əkirik. Yəni, təsərrüfat demək olar ki, ziyana yox, xeyrə işləyir. Hal-hazırda mənim 25 baş, yəni iri buynuzlu heyvanım var, 95 baş, yəni xırda buynuzlu davarım vardır. 40 ailədə arı ailəsi vardır. Bu arı ailəsinin hal-hazırda 20'si lecaq, Sovetdən qalma lecaq demək yeşiklərdir. Bunları aparıb gəzdirmək biraz çətin olsun. Hal-hazırda burada qalıb. Qaldı ki, kiçiklərin isə bu dəqiqə yaylaqdadır. Bu ayın axırında da yaylaqdan gətirəcəyik. Bu il taxıl əkə bildinmi? Bəli. 11 hektardan 11 hektar taxıl keçən əkmişdim. Biraz yağıntı çox olduğuna görə bizim yerlər quzeydir. Demək olar ki, məhsuldarlıq ürəyimcə də olmasa, demək olar ki, 70% məhsuldarlıq oldu. Hektara 2 tonu rahat götürdük. Hansı ki, il yaxşı gələndə 4 ton, 3 ton rahat götürürdük. Bu il planımda var, inşallah 25 hektar əkin aparım. Kəndimizdə təbii bir göl var. Sahəsi 1 hektar sahəsi var gölün. Həmin gölə mən xeyrxahlıq eləmişəm. 3 cins balıq gətirib tökmüşəm. 3 ildir kənd adamı bu xeyrxahlıqdan bəhrələnir. Demək olar ki, gündəlik 2 ay, 3 ay demək tutmurlar artıma görə. Hal-hazırda da bugünkü gündə də hər kəs öz ailəsi üçün balıq tutub aparıb istifadədə eləyir. Arıçılıq kənd təsərrüfatının əlverişli sahələrindən sayılır. Ancaq bu iş insandan böyük səbir və diqqət tələb edir. Mir Hümbət Səmədov bu sahə ilə uzun illərdir məşğuldur. Arıçılığın sirlərinə yaxşı bələd olan fermer bu işlə məşğul olanlara məsləhətlərini də əsirgəmir. Gördünüz, bu arı ailəsi, ana arı ailəsidir. Bu arının balı süzülüb, süzülməyinə baxmayaraq arı yenə işləyir. Görürsünüz ki, məsələn, şirə yığıb, bal yığıb, yenə yığır. Mən düzdür, rankanın burada ortasından götürmüşəm. Amma ki, yenə məhsul olur. Mən bir dəfə məhsul götürürəm, qalan məhsulu qışda özləri üçün saxlayır. Yəni, bizim yardım rayonunda adətən məhsul bir dəfə götürülür. Çünki bizim yardımı balı, bizdə ağac balı o qədər çox olmur. Başqa yerlərə nisbətən, məsələn, Zaqatala, Azərbaycan başqa ərazisinə nisbətən bizdə ağac balı az olur. Dediyim ki, bir dənə o cökə, çib ağacı, onlarda olur. Bizdə adətən çəmən balı olur, yəni çox keyfiyyətli balı olur bizim balılar. Biz ona görə ki, may balı deyərlər. O may balı biz bir dəfə bal kəsərik. May ayında arıcının çiçəkdən yığdığı, nektarı yığdığı balı kəsərik. İstəyir, fərq eləməz. Mayın axırı kəsilsin, iyun ayının axırı kəsilsin, iyul ayı kəsilsin, fərq eləməz. O may balı sayılır, çünki çiçəkdən yığdığı balıdır. O çiçəkdən may-iyun aylarında olur yardım rayonunda. Arı əlbəttə ki, arıdan nə demək olar, arıçılıq. Birinci arıda, arı Quranda Nəhl surəsi var, ərəbcə dişi arı deməkdir, bal arısı deməkdir. Allah Teala buyurur ki, həmin surədəki, mən sizləri yaratdım dağlarda, daşlarda, ağaclarda yaşayan insanlara xidmət edin. İkinci ayədə buyurur ki, sizlərin yaratdığım neməti mən insanlara şəfi olaraq göndərdim.
dərk edənlər üçün böyük bir hikmətdir. Əlbəttə ki, Allah Taala bu arını yaradıb insanlar üçün. Biz təkcə arını fikirləşmirik, biz arının balını fikirləşmirik. Düzdür, arının balı var, bal çox dərdi dərmandır. Arının propolis var, propolin var. Bizim Azərbaycan öz dilimizdə deyirik ki, bəramum deyərlər. Bəramum antibakterialdır. Arının o girəcəyində həmişə düzəldir. Propolindir o. Ki ondan istifadə edir insanlar. Məsələn, zob xəstəliyində, çox xəstəliklərdə ondan istifadə olunur. O cümlədən propolis həmin məhsuldan da arının ayağında gətirdiyi çiçəklərdir ki, məsələn, onun çiçəyindən yarım stəkan suya qatıb, bir qaşıq qatsın, insana bir gün ərzində nə qədər vitamine ehtiyacı var, onu təmin edir insan üçün. O cümlədən onun arı sütü də düzdür. Mən arı sütü almıram, çünki arı sütü almaq üçün çox güclü arı ailəsi lazımdır. Heç olmasa 200-300 arı ailəsi lazımdır ki, o məhsulu götürmək olur. Belə bir çətin proses istəyir. Lakin o işlə mən məşğul olmuram. Gələcəyində inşallah, əgər yuxarıda ferman var, orada şəraitim yaxşıdır, inşallah orada planlaşdırıram. Arının mumundan, bütün hər bir şeydən arının demək istifadə olunur. Özü bizim yardımı balı, leriş balı. Məsələn, başqa yerlərə mən başqa məna demirəm. Ola bilər, hər yerin öz balı gözəldir. Lakin bizim balların deməli 1000 cür, 2000 cür çiçək növləri var. Həmin çiçəklərdən götürdüyünə görə, yəni dərman bitkisi kimi, düzdür, məhsulumuz bizə az olur, lakin çox keyfiyyətli olur. Dərman bitkisi kimi, dərman məhsulu kimi bizim ballara çox böyük keyfiyyəti var. Mir Hümbət Səmədov təsərrüfatını çoxşaxəli qurmağa çalışır. Onun gördüyü işlər həm də kənd əhalisinin maddi rifahının yaxşılaşdırılmasına əlverişli şərait yaradır. Perimbir kəndində dağlar qoynunda yaratdığı gölün sahilində həm də mal-qara saxlayır. Son illər aqrar sahənin inkişafına yönəldilən dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi bu təsərrüfatdan da yan keçməyib. Qazanılan uğurları təsərrüfat adamları çox yüksək qiymətləndirirlər. Rayon Arıçılar Birliyinin sədri Vaqif Ağayev arı balının standartlaşmaya uyğun qablaşdırılmasının vacib olduğunu bildirdi. Bu il hər arı ailəsindən 12 kiloqram bal almışam. O balımdan bu dəqiqə cəmi 100 kiloqram qalmır. Daimi mənim alıcılarım var. İstənilən vaxt arıcılarım mənə müraciət edir, gəlib özləri buradan balı götürür, 100 kiloqram, 200 kiloqram aparıb. Mən onlara hamısına bir yerdən 20 manatdan verirəm. Onlar da özləri aparıb 25-30 manatdan yardımı balı satılır. Hal-hazırda istehsal elədiyim məhsuldan gələn gəlirlə 300 kvadratlıq arıçılıq üçün bina tikmişəm. O binada istəyirəm ki, qablaşdırma sexi açım. Türkiyənin TİKA təşkilatı var. Həmin təşkilatlarla hal-hazırda əməkdaşlıq edirəm. Onlar mənə arı məhsulunun qablaşdırılmasına, avadanın alınmasına köməklik göstərirlər hal-hazırda. O qablaşdırmanı Türkiyədən bu yaxın günlərdə gətirəcəyik. Onlar mənim qarşımda 3 dənə şərt qoydu. Bina olmalıdır, standarta uyğun. Qablaşdırma olmalıdır, bir də laboratoriya. Mən yaxın günlərdə deyiləndə bu noyabr ayında Cənab Nazir, Kənd Təsərrüfatı Nazirinin qəbulunda oldum. Çox gözəl, səmimi məni qarşıladı. O mənə söz verdi ki, laboratoriyanın alınmasında biz sənə köməklik göstərəcəyik. Bu, Respublikada lazımlı olan bir işdir. Respublikanın heç yerində qablaşdırma, standarta uyğun bal qablaşdırması yoxdur. Məsələn, yardımının bu Sırıq kəndində istehsal olunan balla yardımın dağ zonasında istehsal olunan balda fərq çoxdur. Burada bal əsasən qaratikandan hazırlanır. Qaratikan balı sırf qaraciyərə xeyri var. Amma dağın gül çiçəyində hazırlanan ballar, onlar tamamilə başqa mal cəmiyyəti var. Ona görə də laboratoriya olmayan yerdə balın tərkibi haqqında danışmağa dəyməz. Çoxlu arıçılarımız var, məhsul istehsalçılarımız çoxdur. Amma məhsulu satmağa bazar yoxdur. Çünki standarta uyğun ballar qablaşdırılmır. Balın tərkibi bilinmir. Bal hansı keyfiyyəti var, hansı xüsusiyyətləri var, balın insana hansı cəhətdən xeyri var. Ona görə də laboratoriya olmalıdır, bu balı analiz eləməlidir. Aqrar sektorda həyata keçirilən islahatlar fermerlərə göstərilən qayğı öz bəhrəsini verir. Kartofçuluqda rayonumuz inkişaf etmişdir. Bu illəri fermerlərimiz haradasa 100 hektardan çox fermerlər kartof sahələri əkmişlər. Həmin sahələrdən çoxluca kartof yığılmışdır və kartof yığımı davam edir. Fermer
Yaşar Ağamaliyev göstərdi ki, hardasa 1-2 hektar sahədən 70 tona yaxın karton məhsulu götürüb Bakı şəhərinə satışa göndərmişdir və özü üçün çoxlu gələn il növbəti üçün karton yığımına tədarük etmişdir. Prezidentimizin kənd təsərrüfat işçilərinə, kənd təsərrüfatla çalışanlara göstərdiyi qayğısı, hörmətli nazirimiz Heydər Əsədov cənablarının kənd təsərrüfat göstərdiyi qayğı göz qabağındadır. Biz də prezidentimizin bizim qarşımıza qoyduğu bütün məsələləri icra edəcəyik. Bundan da sonra məhsuldarlığın çoxalmasına səy göstərəcəyik. Dövlətin dəstəyi nəticəsində Yardımlı rayonunun iqtisadiyyatı da ildən ilə özünün yeni inkişaf mərhələsini yaşayır.